Polşada yaşayıram. Bütün günü işləyirəm. Günün 12 saatını işləyirəm. Aldığım pul yığıb ayın axırına belə deyək də 2000-2400 evro eləyir cəmi. Onu da ev kirasını verdikdən sonra, yemək, xərclərimi çıxdıqdan sonra əlimə cəmi 300-400 evro pul qalır. Mən nə edim? İkinci işlə nə ilə məşğul ola bilərəm deyə bir izləyicim mənə sual verir. Bu aiddir o kəslərə ki, onlar xaricdə yaşayırlar. İşlədikləri işdən onların aldıqları pul onlara yetmir. Birinci növbədə Amazon olan ölkələr, məsəl üçün Avropanın demək olar bütün ölkələrində var. Axırıncısında Hollandiyada açdılar və Körfəz ölkələrində də, Dubayda, Küveytdə və s. hətta Misirdə belə açıldı. Niyə edə bilərsən dostum? Və ya onun kimi olanlar. Sual verirəm adama, sən nə qədər günlük əlavə xərclər eləyirsən? Misal üçün, yəni sənə ehtiyac olmayan şeylərdir. Nə bilim, energetika, şirniyyata, ona buna nə qədər pul xərcləyirsən? Deyir, azı 10-15 evro artıq xərclərim olur. Okey. Araşdırma edirsən, həmin bölgələrdə Carrefourlar və ya böyük supermarketlər artıq orada, Walmartlar, hansılar varsa, hər alışverişə getdikdə özün üçün izləyirsən endirimə düşən məhsullar. Bəzən elə məhsullar olur ki, 70%-ə qədər, 80%-ə qədər endirimə düşürlər. Həmin o artıq xərclədiyin 10-15 evro var. Həmin gün sanki yedim deyərək o pulu ora yox, həmin o endirimdə olan məhsula xərcləyirsən. Yəni, o məhsulları alırsan, az-az stoklayırsan özün üçün. Bir 200-300 evroluk stokladıqdan sonra eBay-də hesab açırsan və Amazonda hesab açırsan. Amazonda onlayn arbitraj edə bilərsən, eBay-də isə tək-tək həmin məhsulları özün göndərərək sata bilərsən. Amazonda satmaq üçün onlayn deyil əslində. Offline arbitraj etmək üçün nə etməlisən? Hesab açdın, həmin məhsulu birincisi yoxlayırsan öz barkodu ilə, Amazonda varmı, neçəyədir və onu satmağa resell icazəsi varmı? Okey, o olandan sonra həmin məhsulu tutaq ki, endirimə düşüb 70%, 3 evroyadır, Amazonda amma 15 evroyadır və ya 10 evroyadır. Həmin məhsulları göndərirsən öz Amazon hesabına, Amazonun öz anbarına və Amazon üzərindən həmin məhsulu satış edirsən. Yəni, bu minvalla siz əgər 3 ay, 4 ay bu minvalla o pula dəyməsəniz, öz sərmayəsini dövr elətdirsəniz, inanıram ki, artıq aylıq gəlirləriniz 500 ilə 1000 evro arasında arta bilər.